Sonra barakallahu fikum müşahidə olan məsələlərdən nədir? Ayaq üstə qalmaq. Həmişə mən nəyə təcrübə edirəm, subhanallah qardaşlar? Niyə görə məscidlərdə ayaq üstə dayanırlar? İqaməni gözləmək üçün. Qardaş otur da, otur gözlə. Ayaq üstə belə mənzər olaraq yaxşı gözləmir, subhanallah. Vallahi yaxşı, qıraqdan yaxşı gözləmir. Bu məscid ədəblərinə ziddir, subhanallah. Otur qardaş, otur. Oturanda sükunat nazil olur. Otur Allah'ı zikr elə. Subhanallah, velhamdülillah, və la ilahe illallah, vallahu akbar. Peyğəmbər sallallahu aleyhi ve sellem miraca qalxanda İbrahim aleyhisselam bu duanı öyrədib. Bu duanı öyrədib ki, deyib ki, ey Muhammed sallallahu aleyhi ve sellem, bu duanı ümmətinə öyrət. Hər dəfə bu duanı dediksə, cənnətdə onlar üçün bir ağac yaxşılaşır. Fikir versiniz duanın əzəmətinə. Subhanallah, velhamdülillah, və la ilahe illallah, vallahu akbar. Allah ikram sahibidir, Allah kəramət sahibidir. Sən bu dua ilə məşğul ol. İstiğfar ilə, salavat ilə, vaxt iqamə olana kimi. Bəzən olur ki, iqamə də verilir, imam təkbir gətirəcək, hələ də söhbət gedir. Allah qorusun, hələ də söhbət gedir. Bitirməyə qardaş, nə oldu bizə, subhanallah. Niyə görə belə oldu bu məsələlər?